Ayıldım. Bunu heç kimə danışa bilmədim ki, mən hiss elədim onu. Ki, həqiqətən elə bir mənə əli dəydi də, yəni bu insanın. Nə bilim, mən atamı çox sevirəm. Görmədən sevirəm. Ona aşiqiyəm, belə deyim. Və fəxr edirəm ki, mən Şabanın qızıyam. O qədər qeyrətli, mərd bir insan olub ki, hər dəfə onun döyüş yoldaşları ilə danışanda, onun dostlarla danışanda hamısı mənə deyir ki, Şaban xarakteri elə bir nərmindədir. Nəinki görünüşüm, nəinki xarakterim, nəinki davranışım, hər xasiyyətini götürmüşəm. Və o son dəfə də döyüşə girəndə gəlib məni qucaqlayıb, iyiləyib, öpüb gedib, çox istəyib məni, həqiqətən çox istəyib. Kəş ki yanımda olardı, amma hal-hazırda ona çox ehtiyacım var. Hədsiz çox ehtiyacım var. Amma bir təsəllim odur ki, şəhiddir. Bir sözüm odur ki, vətən sağ olsun. Yəni vətən uğrunda, millət uğrunda canını qurban verib o zirvəyə ucalıb. Yəni düzdür, heç kim istəməz ki, valideyni olmasın, heç kim istəməz ki, atası yanında olmasın. Düzdür, mənim hər dəfə deyirəm ki, mən tam xoşbəxt ola bilmirəm. İnsanın hardan baxsan bir yanı əksik. Və mənim də sol yanım əksikdir. Yəni o ki, kürəyimi söykəyəcək ki, bir divar kimi görərdim də, onu amma o yoxdur.